Bezdim daha hər dəfə bura gəlməkdən. Üstündən 2 il keçib, torpağa qarışıb, yoxdur orada. Hələ də adətindən qalmırsan da. Sənə məndən gəl demədim, özün gəlmək istədin. Maşında da gözləyə bilərdin. Gözləyə bilmərəm. Çünki sən həmişə bura gəlib qayıdandan sonra bir həftə ruh kimi gəzirsən evdə. Varlığınla yoxluğun bilinmir. Mən də istəmirəm də sən o vəziyyətdə görməm. Eyni söhbəti açma yenə. Sənə ilk dəfədən dedim ki, onun ruhu məndən həmişə yaşayacaq. Nə olursa olsun onu yaddan çıxartmayacağam. Və sözümdə də dururam. Sən də bunu bilə-bilə razılaşmışdın. Adətən bir çox problemlər ölü ilə diri arasında olur. Biraz sakit olaq zəhmət olmasa. Quran oxuyuram. Hörmətsizlik olmasın ölünün ruhuna. Üzürlü sayın, sizi görməmişdik burada. Amma mən hər dəfə sizi görürəm burada. Və istəmədən də olsa eşidirəm danışıqlarınızı. Hər dəfə də eyni şey üstündə dalaşırsınız. Dostum, Allah rəhmət eləsin. Olar ki, sən Quran oxumağına davam eləyəsən. Kiminsə ailə söhbətinə qarışmaq, ya qıraqdan qulaq asmaq yaxşı bir şey deyil. Ailəmə niyə qarışırdın bəs? Dostum. Başa düşmədim, kimsə neysən, bu nə danışıqdır? O nə cür danışmaqdır, ayıb deyil. Mən onun yerinə sizdən üzr istəyirəm. Bəs mən olmasam heç kim olmazdı. Nə oldu? Heç olmasa gələndə tək gəl. Ölümə hörmət elə. Sən də bunu bilə-bilə razılaşmışdın. Düz deyirsən, bilə-bilə razılaşdın. Nəysə, maşında gözləyirəm.